Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana, Habibi kulubina ve şefi'az zunubina, Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel mukerremin siyyemel huccah baqiyetillah fil aradin ruhu ve ervahil alemin liturabe maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Bugündən etibarən əziz İslam Peyğəmbərimizin nəvəsi, Əmir-əl-Müminin balası, xanım Fatıma-i Zəhra balası, Hz. İmam Hüseyin əleyhissalamın və onun ailəsinin, dostlarının, əzizlərinin şəhid olması ilə əlaqədar matəm ayı hesab olunan Muharram ayı daxil olub və hər il olduğu kimi bu ildə adətimiz üzrə Aşura günü də daxil olmaqla 10 gün ərzində hər axşam namazlardan sonra məclislərimiz olacaq inşallah. Aşuradan sonra da müəyyən günlər məclislərimiz olacaq və onlar barəsində də öncədən sizə məlumat verəcəyik. Mən məclisimizin ilk günündə, birinci məclisimizdə Allaha həmd edirəm, şükür edirəm ki, bu ildə bu məclisləri bizə nəsib elədi. Çox şükür ona ki, qismət etdi, bizə ləyaqət verdi, gəlib bu qapıda əyləşməyi. Yenə də bizə doğma olan bir qapıda əyləşmişik və Allahdan dua eləyib istəyirəm ki, bizə ömrümüzün sonuna qədər bu qapıda qocalmaq ləyaqətini nəsib eləsin inşallah. Ümid edirəm bu ilki məclislərimiz də bərəkətli olacaq və zəhmət çəkib gələn insanların mənəviyyatında dərin iz qoyacaq inşallah. Biz hər il bu 10 gün söhbətlərini mənəviyyatımıza təsir edən, mənəviyyatımızın islahı və nəfsin tərbiyə olunması mövzularına həsr edirik. Keçən ilki söhbətlərimiz, ötən illərdə olan söhbətlərimizi xatırlayırsınızsa, məqsədimiz hər il İmam Hüseyin qapısında özümüzü düzəltməkdir. Və bu ilki söhbətlərimizin də əsas hədəfi yenə də mənəviyyatımızı təmizləmək olacaq. Yenə də mənəvi tərbiyə olacaq. Və bu 10 gün məclislərinin bizim mənəvi dünyamız üçün xüsusi yeri var, önəmi var. Və bu məclislərdə insan düzəltmək gücü var. Bu məclislər insan yaradan, insan düzəldən ən bərəkətli məclislərdir, ən təsirli məclislərdir. Və evinizdən çıxıb bu məclislərə gələndə həmişə Allahla bir öz aranızda bir əhd bağlayın ki, ilahi, gedirəm o qapıya ki, o qapının sahibi sənin yolunda hər şeyin fəda eləyib. İlahi, o hər şeyin fəda eləyənə xatir, o qapıda mənə də düzəlməyi, daha yaxşı olmağı, kamilləşməyi nəsib elə. Keçən il yadınıza gəlir, xatırlayırsınızsa, Kərbəlanın Qur'anla əlaqəsinə toxunmuşduq. Qur'andan görülən Kərbəla barəsində danışmışdıq. Və bu illəri isə, qismət olsa mövzumuz Kərbəlanın insan ilə əlaqəsi haqqında olacaq. Kərbəladakı insan, Kərbəla ilə insanlıq arasındakı əlaqə nədir? Bizim insanlığımızla Kərbəlanın nə rabitəsi var? Mövzuya keçməzdən öncə xatırladım ki, bu mövzular sıradan bir mövzu deyil, adi mövzu deyil.
bəsit mövzu deyil. Dərin mövzu olduğuna görə başa düşmək üçün mütləq diqqətlə dinləmək lazımdır. Fikriniz hər şeydən qopub söhbətə yönəlməlidir ki, rahat başa düşəsiniz bu 10 günün ağır söhbətin, dərin söhbətin, mənəvi söhbətin. Ümumiyyətlə, diqqətli dinləyici adi bir söhbətdən də böyük bir nəticə alır. Diqqətsiz dinləyici dərin söhbətdən də heç nə başa düşmür. Ona görə diqqətli dinləyici olmaq ilk növbədə lazımdır. Və hər il etdiyimizdən daha dərin bir qədər izah verəcəm bu il. Və mən həmişə çalışıram ki, bu ilin söhbəti keçən ilin söhbətindən daha dərin olsun, daha əhatəli olsun, daha dəqiq olsun. Çünki belə etməsək, inkişaf eləmərik. İnkişaf üçün hər il daha geniş, daha əhatəli izahlara ehtiyacı var Kərbəlanın. Ona görə də öncədən sizə bir kiçik xəbərdarlıq eləmək istəyirəm və xahiş eləmək istəyirəm ki, bu 10 gün söhbətimiz silsilə gedəcək. Bu söhbətlərin hamısını dinləmək lazımdır. Çünki arada birin buraxılan zaman o biri söhbəti biraz başa düşmək çətin olacaq. Silsilə qulaq asmaq lazımdır bunların hamısına. Çünki 10 gün söhbətlərinin bir-biri ilə əlaqəsi olacaq. Mövzumuzun adı belədir. Mövzunun adını deyim, yavaş-yavaş keçək giriş söhbətimizə. Çünki bugünkü söhbətimiz sırf giriş söhbətidir, müqəddimədir. Ki, sabahdan başlayacağım əsas söhbəti başa düşmək üçün zəruri bir yanaşma yaransın sizdə. Yəni, biləsiniz ki, nədən söhbət gedəcək, nə üçün danışacağıq bu mövzudan, bu mövzu barədə. Mövzumuzun adı belədir, Kərbəla və insan. Bu qədər sadədir adı, amma sadəliklə də yanaşı çox dərindir. Çünki həm Kərbəla dərindir, həm insan dərindir. Onların əlaqəsini izah eləmək daha çətindir və daha dərindir. Və mən bu 10 günlük söhbətlərimizi Qur'an-ı Kərimin bu surəsinin ətrafında aparacağım. Qur'an-ı Kərimin mübarək surələrindən biri Əsr surəsidir. Uca Allah buyurur, Bismillahirrahmanirrahim vəl-əsr innəl-insənə ləfī xusr illellezine amenu ve amilu's-salihati ve tevasav bil-hakki ve tevasav bis-sabr. Mənası budur, Rəhman və Rəhim olan Allahın adıyla and olsun əsrə. Həqiqətən insan ziyan içindədir, xusran içindədir. O kəslər istisna ki, iman gətiriblər, salih əməllər görürlər və bir-birlərinə haqqı və səbri tövsiyə edirlər. Bu surənin ətrafında Kərbəla mövzularını mən qismət olsa izah eləyəcəm və bu söhbətlərdə Kərbəlanı yaradan insanların timsalında insan nədir, kimdir sualına cavab verməyə çalışacağım. Sırf Kərbəla bucağından insana baxaraq. Kərbəla insanına baxaraq insan nədir sualına cavab verməyə çalışacağıq inşallah. Və bugünkü söhbətimiz dediyim kimi mövzunun əhəmiyyətini anlamaq üçün giriş söhbəti olacaq. Kərbəla bir tarixi, Kərbəla bir ictimai, siyasi, Kərbəla bir mənəvi, irfani hadisə idi. Kərbəla bir aşiqanə hadisə idi. Tarixi baxımdan baxsaq, tarix var. İrfandan baxsaq var, fəlsəfəsi var, ictimailiyi var, siyasi motivlər var, eşq var, müharibə var, qanqada var. Bunların hamısı Kərbəlada var. Amma Kərbəla bütün bunların hamısı ilə yanaşı həm də insanlıq hadisəsi idi. İnsan hadisəsidir. İnsanlığın hadisəsidir. Kərbəlaya biz insanlıq dastanı da deyə bilərik. Kərbəla yəni insanlıq dastanı. Orada insandan söhbət gedir. Kərbəlaya biz
insanlığın sərgiləndiyi muzey də deyə bilərik. Elə bil İmam Hüseyn bir muzey yaratdı Kərbəlada. İnsanlıq sərgiləndi orada. İnsanlıq göstərildi. Nədir, necə olur insan? Nə formada olur, necə düşünür, necə yaşayır? Hansı formada həyat tərzi sürür? Bax, bunların cavabını biz Kərbəlada tapa bildik. Kərbəla həm də insanlığın ən aşağı nöqtəsinin və yaxud da insanın heyvanlaşmasının, azğınlaşmasının təzahürü idi. Kərbəla insanlıq tamaşası idi. Bir tamaşa yaradılmışdı Kərbəlada ki, motivi insanlıq idi. Kərbəlanın kökündə, təməlində insani dəyərlər dayanırdı deyə, bugün də solmayan bir ağac kimi, əzəmətli bir ağac kimi Kərbəla dayanır. Bir ağacın kökü nə qədər möhkəmdirsə, o dayanacaq. 100 illər, bəzən 1000 illər qədər yaşayar. Kərbəla ağacının da kökü insanlığa pərçimlənib deyə yaşayır. Bu balaca söz deyil. Və hər il insanlığın karvanı, biz insanlığın karvanıyıq, hərəkət edirik. Hər il insanlığın karvanı gəlir həmin ağacın kölgəsində dincəlir, özünə gəlir, özünə qayıdır, insanlığına qayıdır. Kərbəlanı özünü də bir karvana bənzədirlər. Kərbəla deyirlər bir eşq karvanıdır, ya bir Allaha gedən karvandır. İmam Hüseyn bir karvan yaratdı ki, qiyamətə qədər davam eləyəcək, hərəkətdədir. Bəli, Kərbəla karvandır, amma bu karvanın ilk işi aparmaq deyil. Birinci işi aparmaq deyil. Karvan axı aparar adamı. Başqa nə işi var karvanın? Deyim sizə, Kərbəlanın karvanının ilk işi qaytarmaqdır, sonra aparmaqdır. Kərbəla Allaha aparmazdan öncə səni insanlığa qaytarıb sonra aparacaq, sonra aparır. Kərbəla qaytaran karvandır, insanı insanlığına qaytaran karvandır ki, Allaha tərəf gedə bilsin. Ona görə də biz Kərbəlaya baxanda, Kərbəlada ancaq şəhidlik, susuzluq, məzlumiyyət, zülüm, qan, bunları görürüksə, biz yanılırıq. Kərbəlada ancaq bunları görən insan yanılır. Bunlar var, amma ancaq bunlar deyil. Kərbəlaya qarşı bəsit və yanlış yanaşmanın kökündə bilirsiniz nə dayanır? Fragmental baxış. Kərbəlanın bir fragmentinə baxış. Bu çox yanlışdır Kərbəla üçün. Məsələn, var belələri. Deyir, fragmental baxanlardan bir nümunə çəkim sizə. Baxır Kərbəlaya, soruşur ki, hansı millət döyüşür orada? Deyirsən ki, millət olaraq ərəbdir. Deyir, ərəb, hə, vəssalam, vəssalam. Bu ərəbin davasıdır. Adın qoydu artıq. Bizim deyil, ərəbin davasıdır. Bu fragmental baxışdır. Kərbəlada döyüşənlərin milliyyətinə baxdın sən ancaq. Sən fragmental baxdın Kərbəlada ərəb döyüşü gördün deyə, deyirsən ərəb davasıdır, bizə lazım deyil. Amma oturub daha əhatəli baxsaq Kərbəlaya, başa düşərik ki, bu hadisə fövqəl ərəbdir. Nə mənim başıma at təpməyib, nə də sizin ağlınız getməyib ki, gəlib oturmuşsunuz ərəb söhbətlərinə qulaq asırsınız. Nə qədər ərəb döyüşüb tarixdə, qırıblar bir-birin, öldürüblər bir-birin, kimə lazım, nəyə lazım? Nəyimizə lazım oturaq ərəb söhbət eləyək? Vallah, mən özümü tanıyıram, mən bilirəm ki, mənə 100 ildə qalsa kimsə ərəbin söhbətin burada elətdirə bilməz. Deyərəm, nəyimə lazımdır mən, ərəb söhbət eləyirəm cəmaata. Nəyimizə lazım 2 ay azaqlayırıq. Əgər məsələ ərəbdirsə, Kərbəlada mən nə ərəb, nə əcəm görmürəm. Kərbəlada mən insan görürəm deyə danışıram.
Kərbəla mənim üçün insanlıq dastanıdır deyə danışıram. Kərbəlada mən hər şeyin fövqünə qalxmış insanlar görürəm. Ona görə mən Kərbəladan danışıram. Yəni Kərbəladan niyə danışıramı bilmək istəyirsinizsə cavabımız budur. Kərbəlada insan görürük deyə danışırıq. Sən görə bilmirsənsə, nöqsan səndədir. Kərbəla əgər insanlıq dastanı olmasaydı, bir etnik savaş olsaydı, etnik savaşlar kimi bir neçə ilə unudulub gedəcəkdi və bu qədər geniş miqyasda heç qeyd oluna bilməyəcəkdi. Kərbəlanın mərkəzində hər şeydən öncə insan dayanıb, insan faktoru dayanıb deyə Kərbəla bu qədər mühümdür hər kəs üçün. Azad ruhlu, Allaha təslim olan, bütün insani keyfiyyətlərin məcmusu olan kamil insan dayanıb Kərbəlanın mərkəzində. İnsan kimdir? Necə olur? Bu sualın cavabı əyani şəkildə Kərbəlada var. Nəzəri şəkildə yox ha. Mən danışaram sizə, insan belədir, fədakardır, yaxşı olmalıdır, ürəkli olmalıdır, qorxmamalıdır, mərd olmalıdır, sözün düzün deməlidir, düzün yanında dayanmalıdır, məzlumu müdafiə eləməlidir, batilə qarşı çıxmalıdır, batili qəbul eləməməlidir, dürüst olmalıdır, namaz qılmalıdır. Ey nəzəriyyə sayaram sizə. Qardaş, bütün bu nəzəriyyələri yığ gəti gəl, Kərbəlada onların əyani, praktiki nümunələrin göstərim sənə. Hansı insani keyfiyyəti deyirsən, mən sənə deyim Kərbəlada, bax filan kəsə. Bax onun hərəkətinə. Kərbəla əyani göstərirdi bütün insani nəzəriyyələri. Ona görə Kərbəladan yapışmışıq, əl çəkmirik. Niyə də əl çəkək ki, bizə insanlığı göstərən tamaşadır Kərbəla. Niyə əl çəkməliyəm Kərbəladan? Niyə sənin xoşuna gəlmir deyə mən Kərbəlanı hər il qeyd eləməməliyəm? Sənin davan İmam Hüseynləndir, yoxsa insanlıqlandır? Ay Kərbəlaya qarşı çıxan, ay hər il bu əzanın qeyd olunmasına qarşı çıxan. Mən deyirəm ki, bu hadisədə başdan ayağa insanlıq cilvələnib. Gəl sübut eləyim sənə və sübut eləyəcəm bu 10 gündə ki, Kərbəla nə boyda bir insani hadisə idi. Qismət olsa qulaq asarsınız, Allah nəsib eləsin, lütf eləsin, dilimizin düyünün açsın, ağlımıza itilik versin. Biz bu söhbətləri 10 gün ərzində kamil bir şəkildə sizə çatdıraq və hamımızın zehnində bu sual cavabını tapsın ki, Kərbəla nə boyda insanlıq hadisəsi idi və Kərbəla insanı kim idi? Kərbəlanın insanlıqla nə əlaqəsi var idi? İnsan bugün öz həqiqətindən o qədər uzaq düşüb ki, sizə mən bir sual verim. Zəhmət olmasa sualıma özünüz bir cavab fikirləşin. Mən sevirəm ki, xütbələr düşündürsün həm də sizi. Hazır material kimi yox, özünüzü düşündürə danışın bir balaca. Sual versələr sizə, bugün insanın nəyi çatmır? İnsanda ən çox çatışmayan şey nədir? Elə bil, baxırsınız cəmiyyətə, hamı onsuz da narazıdır bugünkü insanın halından, düz? Sual verirəm, insanda ən çox sizə görə çatışmayan şey nədir? Nə çatışmır ki, o olsa düzələr? Deyəcəksiniz, biri deyər, Allah qorxusu çatışmır, cəmaat qorxmur Allahdan. Biri deyər, qeyrət çatışmır, çünki görürük də bəzən çatışmamazlıqla. Biri deyər ki, iman çatışmır, biri deyər, elm çatışmır. Biri deyər, fədakarlıq yoxdur, biri deyər, vəfalı olmaq, dürüst olmaq çatışmır, düzgün deyil indiki insanlar və s. Düzdür, hamının adından demirik də, ümumi mənzəri olaraq deyirik. Gəlin bugün belə bir cavab verək, yəqin razılaşacaqsınız. Məndən soruşsalar ki, insanda bugün nə çatışmır, çəkinmədən, utanmadan deyərəm, düşünmədən də deyərəm ki, insanın insanlığı çatışmır. İnsanda insanlıq çatışmır. O insanlığın içində bütün keyfiyyətlər var. İnsanı insanlığından, həqiqətindən uzaq salmağa çalışırlar. Və nə qədər də bacarıblar göz qabağındadır.
Şeytan nə qədər bacarıb bunu, hər şey göz önündədir. İnsanın bugün hər şeydən çox təmiz, pak, saf insanlığına ehtiyacı var. İnsanı getdikcə yırtıcı, getdikcə hiləgər, zalım, egoist bir varlığa çevirirlər. Özün düşünən, öz mənafeyin güdən, özü üçün nəyə desəz razı ola biləcək şəklə salırlar yavaş-yavaş insanı. Bu kimisə narahat eləyirsə, doğrudan da insanlığın halı kimisə narahat eləyirsə, Kərbəlanın qeyd olunması onu narahat etməli deyil. Mən əgər insanlığın dərdini çəkirəmsə ki, bugün insanlığın bu problemi var. Qardaş, bəs elə biz o problemə görə yığılmışıq da bura. Biz o problemi həll etmək üçün buradayıq. Biz bugün Kərbəlanı bir mənada bəhanə eləyib gəlmişik ki, insanlıq nümunələri haqqında söhbət eləyək. Yaxşı, bunu al əlimizdən, Kərbəlanı qoyaq kənara, yavaş-yavaş Quranı da alacaqsan əlimizdən. Nə eləyəcəksiniz axırda, bu insanlığın başına nə gətirəcəksiniz? Nə eləmək istəyirsiniz bizi ilə? İmkan verin, heç olmasa ildə bir neçə dəfə bu məclislərin hesabına gələk, insanlardan danışıb insanlığımıza qaydaq, köklənək insani dəyərlərə. Bu məclislər, bu fəza, bu atmosfer, bu hamısı bizi insaniyyətin dərinliyinə qaytarmaq üçündür, həqiqətinə qaytarmaq üçündür. İnsan bu mühitdə bulanır, çirkaba batır. Mühit biraz körlanıb da. Nə etmək lazımdır? Oturub baxaq. Oturub baxaq insan necə batır, insan necə tənəzzül eləyir, xeyr. Nə etmək lazımdır bu insanlara? Bu insanların tez-tez yadına salmaq lazımdır. İçin mən özümə deyirəm birinci. Elə həmişə üçüncü şəxsdən danışmayaq. Birinci özümə. Mən bulanıram, mən körlanıram. Mən nə etməliyəm özümə, qardaş? Mən özümə tez-tez insan olduğumu yadıma salmalıyam. Mən insanlığımı yadıma salmalıyam. Yeri gəlsə yaxasından tutub insanın sirkələmək lazımdır ki, sən insansan, insan kimi yaşamalısan. İnsan kimi yaşayan nümunələrdən danışaraq insanlığa deyirik ki, bax, ay insanlar. Ola bilər hardasa büdrəmişik, geri qalmışıq. Amma bax, bunlar gözəl nümunələrdir. Quran əbəs yerə onlardan danışmır bizə, peyğəmbərlərin tarixindən danışmır. Hər dəfə Quranı oxuyanda biz Həzrəti Yusufun qissəsini oxuyuruq, Nuhun qissəsini oxuyuruq, Musanın qissəsini, Əyyubun, Həzrəti Süleymanın, İsa'nın. Niyə Allah hər il təkrar, hər dəfə oxuduqca Quranda bizə onlar haqqında danışır? Heç sual vermişsiniz? Həqiqi insanlıq nümunələrindən nə qədər çox danışsaq bir o qədər fayda var, ona görə. İmam Hüseyndən, Kərbəla şəhidlərindən nə qədər çox danışılsa bir o qədər faydamız var. İncəsənətdə, ədəbiyyatda, hər şey buna xidmət eləməlidir ki, insan öz insanlığın yaddan çıxartmasın. Kərbəlanı xatırlamaq bugün bizə lazımdırmı? Bəli, lazımdır. Çünki dediyim kimi Kərbəlanı yaradanlar insanlığın gözəl nümunələri idilər. Məhz insanlıq naminə Kərbəla hər il xatırlansa yeri var. Hər şeyi qoysaq bir kənara. Heç Kərbəlanın peyğəmbər nəvəsinin şəhid olması məsələsinə toxunmayaq. Məsəl üçün. Heç Kərbəladakı insanların Allah bəndələri olmaları məsələsinə də toxunmayaq. Heç oradakı ixlas mövzusuna, şəhidliyə, zülmə qarşı mübarizəyə də toxunmayaq. Elə Kərbəlanın insaniyyət tərəfi təqdim olunsa bəs eləyər. İnsanlığın naminə Kərbəla yaşasa bəs eləyər. Kərbəlaya daş atanlara demək lazımdır ki, siz dolayı yolla insanlığa daş atırsınız. İnsanlığı aşkar deyə bilmir. Məsələn, deyə bilmir, mən kişiliyi sevmirəm. Bunu deyə bilmir axı. Üzünə deyərsən ki, dur çıx buradan. Deyir, mən Kərbəlanı sevmirəm. Deyə bilməz, mən mərdliyi sevmirəm, mən aktyorluğu sevirəm, afristliyi, saxtakarlığı sevirəm. Bunu deyə bilməz. Desə, ifşa olar axı. Deyir, mən Kərbəlanın qeyd olunmasını istəmirəm. Yəni, insani dəyərlərlə müharibəni Kərbəla üzərindən aparırlar.
Çünki Kərbəla insanı dəyərlərə qayıdışdı. Ona görə Kərbəla daşlanır ki, orada insan görünür. İnsan olmayanlar, insan görünən ünvanı həmişə daşlayarlar. Nadürüst, dürüst qapısını həmişə daşlayar. Namərd, mərdin qapısını həmişə daşlayar. Ki, mərdin yanında namərd olduğu görsənir ona görə. Kərbəlaya qarşı çıxanlar da insanlıq dərdi çəkənlər deyil. Olsaydılar, bu əzəmətdə insanlıq hadisəsinə qarşı çıxmazdılar. Kərbəla insanlığa lazım olan bir vitamin kimidir elə bil. Və Kərbəlanın bugünə qədər yaşaya bilməsinin də bir səbəbi də məhz özündə daşıdığı insanilikdir. Kərbəlada biz insanlıqla həmahəng hallar görürük deyə Kərbəladan əl çəkmirik. Kərbəlada insanlığın təsvirini görməsəydik, 1, 2, 3 ildən sonra bezərdik Kərbəladan. Bir misal çəkim sizə. Evinizdə bir şəkil var. İnsan şəkli, nə bilim, nə şəkli. Asmısınız. Bir dəfə gəlib baxarsınız. 2 dəfə diqqətlə baxarsınız. 3, 4, 5, 6. Sonra yavaş-yavaş o şəkli görməzdən gələcəksiniz də. Nə qədər olub ki, evdə bir əşyanı alıb təzə qoymusan ora. Diqqətlə nümunəmə qulaq asın ha, misala. Bir əşya alıb qoymusan evə. Təzə-təzə 1-2 dəfə baxmısan orasına, burasına, zövq almısan. Sonra adiləşib, heç yadıva düşməyib. İndi bir də əşya salın yadınıza ki, axırıncı dəfə evə gələndə sonra diqqət eləmirsiniz. Yaddan çıxır, unudulur, qalır orada. Amma evdə bir əşya var ki, ona hər dəfə baxsaz bezməzsiz. Nədir o əşya? Güzgü. İnsan güzgüyə baxmaqdan bezmir. Niyə bezsin ki, özün görür orada? Kərbəla bezdirmir bizi. Niyə bezdirmir? İnsan görünür orada ona görə. Kərbəla insanlığı göstərir deyə bezdirmir insanları. Orada insanlıqdan kənar nəsə görünsəydi əgər, 5 il, 10 il bezdirərdi, vurardı da, bir də baxmazdıq Kərbəlaya. Güzgüdür Kərbəla, baxırıq, görürük, insan kimdini görürük. Niyə bezək ki, bizi göstərən güzgüdən? Kərbəlada biz insanlıqla həmahənglik görürük və əzəli, bu bir qaydadır. Əzəli insani keyfiyyətlərlə uzlaşmayan ideologiyalar çox yaşaya bilməzlər. Və bəlli bir müddətdən sonra meydanı tərk eləyərlər. Və Kərbəlada baş verən cinayətlərdə bir topluma, bir nəsilə, bir ailəyə edilən cinayətlər deyildi. Heç kim Kərbəlada edilən cinayətləri ancaq bir nəsilə olunan zülm kimi qəbul etməli deyil. Kərbəla cinayətləri insanlığa qarşı törədilən cinayətlər idi deyə yandırdı bizi. Bu dəqiqədə yandırır bizi. Biz niyə bəs o cinayətləri hər il təkrarlayırıq? Kərbəlada baş verən deyirik, filan kəsi belə şəhid elədilər, filan kəs belə zülm elədi, susuz qoydular, xeymələrin yandırdılar, uşaqları döydülər, qadınları əsir aldılar. Ay əzizim, ay minbərdə oturub danışan, niyə hər il bunu bizə danışırsan? Nədir bunun mənası hər il təkrarlayırsan? Qoy sizə deyim, niyə təkrarlayırıq? Biz hər il bunları təkrarlayırıq ki, insanlığa qarşı edilən cinayətlər ifşa olsun. İfşa olsun. Yəni biz cinayəti tanıyaq. İnsanlığa qarşı edilən cinayəti tanıyaq. Çünki biz cinayəti unutsaq, sabah bizim başımıza nə oynatsalar biz başa düşə bilmərik, cinayət nədir? Biz cinayətlər ifşa olsun deyə Kərbəla canilərinin, Kərbəlanı yaradan canilərin cinayətlərini danışırıq. Və Kərbəlanı qeyd edənlər, qeyd eləyənlər, Kərbəla hadisəsini qeyd eləyirik, yığılmışıq bura. İnsanlığa qarşı istənilən cinayətə qarşı olan insanlardılar. Biz bu əslində gəlib Kərbəladakı cinayətləri faş etməklə insanlıq əleyhinə edilən bütün cinayətlərə qarşı mövqe tuturuq. Bu bir mövqeydir, biz bugün buradayıq.
Yəni biz razı deyilik uşağa zülm olunsun. Biz gəlmişik İmam Hüseyn əzasına, razı deyilik insana susuz saxlasınlar. Razı deyilik insana zülm eləsinlər. Razı deyilik insanları terror eləsinlər. Razı deyilik radikal münasibət olsun insanlara qarşı. Biz bunu deyirik də Kərbəlanın. Bunun nəyi pisdir, harası pisdir, nəyi ziyanlıdır axı? Niyə narahatdır bəziləri buna görə? Axı biz mövqeyimizi qoyuruq ortalığa ki, biz uşağın döyülməsinə qarşıyıq. Biz istəmirik rüqəyyələr döyülsün. Biz istəmirik Kərbəlalar təkrarlansın Xocallar şəklində. Biz buna qarşıyıq. Və Kərbəlanı hər il qeyd eləyən xalqlardan, millətlərdən insanlıq əleyhinə heç bir ziyan gəlməz. Kərbəlada oturub 3 yaşında körpə uşağa görə göz yaşı tökən adam heç vaxt uşağa zülm eləməz. O ruhiyyədə olmaz, o xislətdə olmaz. Kərbəla hər il təkrarlanır ki, insanlığın tarixində təkrar yaşanmasın. Bax, sözü başa düşə bildiniz? Kərbəlanın xatirəsi təkrarlanmalıdır ki, Kərbəla özü yaşanmasın, özü təkrarlanmasın. Kərbəla təkrarlanmasın deyə tarixi təkrarlanmalıdır. Kərbəla insanlıq naminə yaşamalıdır, insanlıq xatirinə yaşamalıdır. Və düşünürəm ki, bugünkü dünyamızda məhz insanlıqla əlaqəli söhbətlər daha çox getməlidir. Və insanlıq dərdi çəkənlərin də Kərbəlanın işi olmaz. Kərbəlada 2 dəstə insan üz-üzə dayanmışdı. Onlara müxtəlif aspektlərdən tərif verə bilərik, cürəbəcür. Və mövzumuza uyğun təriflərdən biri də budur ki, Kərbəlada bir tərəfdə həqiqi insanlar, digər tərəfdə isə insana bənzər varlıqlar dayanmışdı. İnsanlarla insanlığı imitasiya eləyənlər dayanmışdı üz-üzə Kərbəlada. İnsan olanlarla insan kimi görünənlər dayanmışdı Kərbəlada üz-üzə. Bir var insan, bir də var insan şəklində heyvandan da aşağı varlıq. Bax, Kərbəla bu 2 cəbhənin döyüşü idi. Hətta danışan İmam Hüseyn, bir sizə bir söz deyim, bu heyvandan aşağı insanlar var, heyvandan da aşağı insan formasında olan məxluqlar. Onlara siz heç bir mənəvi dəyərin önəmin başa sala bilməzsiniz. Kişilikdir, mərdlikdir, insanlıqdır, insafdır, mürüvvətdir, qeyrətdir, əsalətdir, ədəbdir, əxlaqdır. Bunların heç birini onlara öyrədə bilməzsiniz. Önəmin başa sala bilməzsiniz. Hətta İmam Hüseyn kimi insan da olsaz, İmam Hüseyn özü də olsa belə, onları qandıra bilməz. Onları düşündürə bilməz, necə ki düşündürə bilmədi. Necə ki qandıra bilmədi Kərbəlada. Uca Allah bu dəstənin tərifini Qur'an-ı Kərimin Furqan surəsinin 44-cü ayəsində belə buyurur ki, Əm təhsəbu ən əksərəhum yəsmə'unə əv yəqilun. Buyurur, yoxsa sən Peyğəmbər zənn eləyirsən, hesab eləyirsən ki, onların əksəriyyəti eşidəcək və düşünəcəklər? Yəsmə'unə əv yəqilun. Eşidib düşünəcəklər. Fikir verin, Peyğəmbər gözləyir ki, mən söz deyirəm cəmaata. Gözəl mübarək dodaqları ilə, mübarək dili ilə Peyğəmbər xütbə eləyir, nəsihət eləyir. Deyir, belə olmaz, belə yaşamaq lazımdır. Düz getmirsiniz, düz budur, həqiqət budur. Və gözləyir ki, axı insanlar həqiqətlə niyə döyüşsün axı? Mən düzün dedim. İndi Peyğəmbər gözləyir ki, cəmaat deyəcək ki, ya Rəsulallah, düz deyirsən. Peyğəmbər görür, cəmaat daş axtarır onu atmağa. Peyğəmbər görür, cəmaat başına kül tökür. Peyğəmbər görür, cəmaat onu ələ salır, böhtan deyir. Ona görə Allah qarışır məsələyə, deyir ki, ya Rəsulum, sən zənn eləyirsən ki, ya onların çoxsunu eşitdirə biləcəksən və düşündürə biləcəksən. Davamında buyurur, İnhum illə kəl-ən'ami bəlhum ədallu səbilən. Onlar
heyvan kimidirlər və hətta onlar heyvandan da daha çox zəlalət yolundadırlar. Fikir verin, Allah nöqtəni qoydu. Yəni, ya Rasulum, bir insanın ki, heyvandan da aşağı bir xisləti varsa, sən ona nəyi öyrədə bilərsən, nə danışa bilərsən? Bax, Kərbəlada bu ali insanlıq nümunələri ilə bu heyvandan da aşağı olanlar dayanmışdılar üzbəüz. Ona görə də Quran bizə öyrədir ki, baxmayın görünüşləri insan kimidir, aldanmayın belə şeylərə. Onlara fürsət versəz görərsiniz ki, İmam Hüseyin bir fürsət verdi də onlara, elə bil. Bir fürsət yaratdı onlar üçün ki, göstərdi ki, onlar heç bir heyvanın belə törədə bilməyəcəyi bir faciəni törətdilər. Heyvanın belə eləyə bilmədiyini elədilər. İmam Hüseyin göstərdi ki, bir dəstə var ki, onlara fürsət versəz başuca bu oyunu asacaqlar. Kərbəla həm də batilin iç yüzünü ifşa eləyən meydandır. İnsan kimi doğulub, sonra məsx ola bilir. Məsx. Eşitmisiniz? Məsx nədir bilirsiniz? Quranda da bu ifadə keçir. Elə Qurandan götürülən bir sözdür. Məsx, yəni insan çevrilə bilir. İnsan kimi doğulur, sonra çevrilir. Yəni elə bir heyvana çevrilə bilər ki, vəhşilik baxımından dünyada tay bənzər olmasın. Bir dəfə İmam Səccad əleyhissalam ziyarət vaxtı, həcc ziyarətində dayanmışdı Ərəfat çölündə, hündür bir yerdə. İmamın dostlarından biri yanındaydı. Baxdı cəmaata tərəf, dedi ki, Yəbnə Rasulallah, çox şükür Allaha ki, bu illəri həcc ziyarətinə gələnlərin sayı çoxdur. Həccilərin sayı çoxdur, belə ifadə işlətdi. Həccilərin sayı çoxdur. İmam Səccad baxdı ona, dedi ki, xeyr, səsküy çoxdur, həccilər azdır. Sənin gördüyün şey əslində səsküydir. Yəni, imam başa salır ki, fürsət versən burada olanlara, görərsən ki, insanlıqdan əsər əlamət yoxdur onların xislətində. Biz gəlirik hər il Kərbəla qapısını döyürük ki, İlahi, biz qorxuruq. Qorxuruq məsx olmaqdan. Qorxuruq insan kimi dünyaya gəlib, heyvan kimi dünyadan getməkdən. Biz gəlib insan qapısını döyürük hər il Kərbəlada ki, ya İmam Hüseyin, ya Əli, ya Rasulallah, ey əhl-i beyt, ey Allahın nümunələri, ey gözəl insanlar, biz sizin qapınızdayıq, məqsədimiz budur, sizin kimi insan olmaq istəyirik. Sizə bənzəmək istəyirik. Sizin qədər fədakar, sizin qədər fəzilətli, sizin qədər dürüst, sizin qədər haqq tələb, sizin qədər ədalətli, sizin qədər insaflı, səxavətli, sizin qədər dərin mənəviyyatda olmaq üçün bu qapıdayıq. Yoxsa bizim nə işimiz var bu qapıda, nəyimizə lazımdır? Bəyən biz hər qapını döyənik, hər ölən üçün əza saxlayanıq, hər öldürülən üçün ağlayanıq biz. Biz öz dərdimizə gəlmişik bura. İmam Hüseynin nə bu məclisə ehtiyacı var, nə onun şəhidlərinin, nə Kərbəla şəhidlərinin heç zərrə ehtiyacları yoxdur. Biz ehtiyacımız üzündən buradayıq. Bizim ehtiyacımız var, onlardan bizə sıçrayacaq, onlardan bizə toxunacaq o insanlıq qığılcımına. Quran-ı Kərimdə Nəbə surəsində Uca Allah buyurur ki, يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا buyurur, sur üfürülən gün dəstə-dəstə gələcəklər insanlar qiyamətə. Əffəcə, yəni dəstə-dəstə, bir halda gəlməyəcək heç kim. Bir qrup, o bir qrup, bu bir qrup, dəstə-dəstə gələcək. Əhl-i Beytdən nəql olunan hədislərdə bir maraqlı məqam var. İmamlarımız buyurur ki, bu dəstələr ki, Allah deyir, dəstə-dəstə, bu dəstələrdən yalnız biri insan olacaq. İnsan kimi gələcək. Yerdə qalanlar cürəbəcür vitdə, cürəbəcür fasonda, cürəbəcür xislətdə, görünüşdə gələcəklər. Misal üçün, niyə belə olacaq yaxşı? Niyə eybəcər formada, müxtəlif heyvan şəklində gələcəklər? Çünki qiyamətdə hər şey aşkar olacaq. İndi gizlədə bilirəm.
İndi mən öz xislətimi səndən bu əbanın altında gizlədə bilərəm. Aldada bilərəm səni. Əynimə əba atıb, səliqəli giyinib, saçımı, başımı darıyıb, çıxıb sənin qabağında Allahdan danışa bilərəm. Sən də deyərsən ki, nə yaxşı adamdır bu. Rahat aldadaram səni. Amma qiyamətdə açılacaq ha həqiqətlər. Onda heç nə əba atıb üstümə gizlədə bilməyəcəm. Nəyəmsə görsənəcək. Nəyəmsə. Ona görə qiyamət günü bir hədisdə buyurulur ki, qiyamət günü insanlar məhşərə həqiqi xislət və sifətləri ilə gətiriləcəklər. Bütün günü cəmaatı sancan, acı-acı danışan insanlar əqrəb kimi gələcək. Bütün günü təkəbbürlə cəmaatı əzənlər qarışqa kimi gələcək, özləri tapdalanacaq. Bütün günü hoqqabazlıq eləyib onu bunu güldürənlər meymun şəklində gələcək. Üzr istəyirəm, bütün günü haram yeyib qarnın haram dolduranlar, üzr istəyirəm, dönə-dönə donuz şəklində gələcək. Müxtəlif cür sifətlər olacaq ki, qiyamət səhnəsində. Yaşayacaq, görəcəyik. O cəmaata nəsihət eləyib, özü əməl eləməyənlər, ifunət verən bir halda gələcəklər. Gözü onun bunun namusunda qalanlar, gözündən bir qaynar ox pərçimlənmiş və qeybət eləyənlər ağzından irincir kaxan halda cürəbəcür halları var qiyamətin. Əslində o şeylər ki, onu eləyəndə burada o xislətə çevrilirik, sadəcə burada gizlətmək rahatdır. Orada olmayacaq deyə həqiqət aşkar olacaq. Ona görə də nəticəmiz budur ki, yavaş-yavaş sözümü sona çatdırım, nəticəmiz budur ki, dünyaya hamı insan kimi gəlir. Amma hünər odur ki, axıra qədər insanlığı qoruyasan. Məsx olmayasan, dəyişilməyəsən, insan kimi dünyadan da köçəsən. Kərbəlada İmam Hüseyn tərəfdarlarının ən böyük məzlumiyyəti bilirsiniz nə idi? Məzlumiyyət yəni köməksizliyi. Ən böyük məzlumiyyəti bu idi ki, onların qarşısında insanlıqdan, mərdlikdən, zərrə qədər payı olmayan, heyvandan da vəhşi insanlar dayanmışdılar. Amma hamısı əba-qəbanla dayanmışdı. Hamısı namaz qıla-qıla dayanmışdı. Hamısı Bismillah deyə-deyə dayanmışdılar. Eyni ilə o insanlıqdan payı olmayanlarla qarşılaşmaq bizim də başımıza gəlib. Xocalı faciəsini yadınıza salın. Bizim millətimiz elə bir düşməndən üzə qaldı ki, insanlıqdan pay yox idi. Adamlıqdan pay yox idi, kişilikdən pay yox idi. Payı olsaydı, hamilə qadının bətnin cırıb uşağın süngüyə, nizəyə keçirdib qaldırmazdı ki onlar. Payı olsaydı, o iriyəncli səhnələrə yaratmazdılar ki onlar. Mən ona gedirəm ki, bəlkə də dünya tarixində ən məzlum xalqlardan biri Azərbaycan xalqıdır ki, Allah bizim qabağımıza insanlıqdan pay olmayan bir düşmən çıxardı. Biz Kərbəlanı başqa millətlərdən daha rahat başa düşməliyik əslində. Çünki bizim Xocalımız olub. Biz o hadisələrin, bənzərin Xocalıda, başqa-başqa faciələrdə yaşamışıq. Yaşamış bir millətik. Ona görə Kərbəla bizə çox doğmadır. Bu millət Kərbəlanın ağrısı ilə tanış millətdir. Və Kərbəlanı hər il xatırlamaq, bizim hər il kamil insanlıq nümunələrinə yaxınlaşmaq cəhdimizdir. Cəhd eləyirik, biraz da yaxınlaşaq kamil insanlığa. Və bəşəriyyət bugün kamil insan nümunəsindən uzaq olmağın əziyyətini çəkir. Və kamil insanın da kamilliyi dünyaya aid deyil. Onun kamilliyi Allahın kamilliyindən qaynaqlanır. Yəni insan Allahsız kamil olmayacaq. İnsan Allahsız insanı kamilləşdirmək istəsək, maksimum ortaya 5-3 dənə yaxşı xüsusiyyətlərlə bəzənmiş bir insan çıxardacağıq. Kərbəlanın bir tərəfi niyə bu qədər gözəl nümunələr ikən, digər tərəfi iyrənc nümunələr idi? Sual verirəm. Niyə bir tərəf bu qədər gözəl idi, bu birisi tərəfi yox? Bunun bir cavabı da var, o cavabı da sizə deyim. Çünki bir tərəfin insanı Allaha yaxınlaşmışdı, o biri tərəfin insanı Allahdan uzaq düşmüşdü. İnsan nə qədər Allaha yaxınlaşacaq, insanlaşacaq,
nə qədər uzaq düşəcək, heyvanlaşacaq. Kərbəla bunu göstərdi bizə. Allahsız yaşayanlar kim ola bilər? Allahla yaşayanlar kim ola bilər? Kərbəla tövhid nurunda qərq olanların və tövhiddən uzaq düşənlərin yaratdığı bir möcüzə idi, yaratdığı bir hadisə idi. Məhz bu 10 günlük söhbətlərimizdə mən Kərbəla şəhidinə, Kərbəla qəhrəmanlarına Kərbəla şəhidi deməyəcəm. Kərbəla qəhrəmanı da deməyəcəm. Deyəcəm Kərbəla insanı. İndidən deyirəm, yadınızda qalsın bu söz. Kərbəla insanı deyə xitab eləyəcək onlara. Və Kərbəla insanı şəhid olurdu. Şəhid olurdu. Və şəhid olduqca da insan kimdir sualına cavab verirdi. Bunu bacara bilən var? Adam şəhid olur. Şəhid olduqca da insan kimdir sualını cavablandırır. Bəşəriyyətə mesaj ötürür. Ölür, susuzdur. Düşüb torpağın üstünə, son anlarıdır. Amma orada da insanlıq mesajını ötürür. Yəni, ay dünya, ay bəşəriyyət, baxın bizə, biz sizə insanlığı öyrədirik. Biz sizə insan kimdir sualına cavab veririk. Şəhidliyimiz bahasına bunu eləyirik. Bunu da başa düşmədinizsə, neynəsin insan? İmam Hüseyin o boyda şəhidliyi ilə, qanı ilə, zülmə məruz qalmağı ilə bəşəriyyətin yaxasından tutdu, sirkələdi ki, indi də başa düşmədinsə, sənə bir şeyin daha xeyri yoxdur. Bir adam İmam Hüseynin hadisəsi ilə də insanlığı başa düşmədisə, onda da heç nə. Doğrudan heç nə. Ona görə də Qur'anın əsas prinsipi sağlam mənəviyyatdır, kamil insan yetişdirməkdir və Kərbəla da Qur'anın tərbiyəsi ilə böyümüş insanların yaratdığı möcüzə idi. Qur'an Kərbəlanın insanını yetişdirə bilərdi. Qur'an nurundan tərbiyə alanlar Kərbəlanı yarada bilər.